ehtiyacı olanı eşitmeyen Allah'ı eşitmir. İnsan ehtiyacını görmemek, onu yaradanı görmemek, eşitmemektir. Cehennemin qapısını açan laqeydlikdir. Dirilmə Allah'ı eşitməyənlər üçün deyil. Çünki həqiqət onlar üçün faydalı deyildir. Cəhənnəm ölümdən sonra başlamır. Cəhənnəm Allah'a özüm bildiyim kimi yaşayacağam deyəndə başlayır. İnsan ilə Allah arasında uçurum ölümdən sonra yaranmır. Biz burada yaşadığımız zaman yaranır. Bəzi insanlar nəyisə tikməklə, nəyisə qurmaqla uçurum tikirlər. O sadəcə özü üçün yaşayır. Varlı bir adam var idi. O tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-cəlal içində keyf edərdi. Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. Varlı adam ölülər diyarında istirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. O uca səslə dedi: "Ey İbrahim ata, mənə rəhm et. Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin. Çünki mən bu alov içində əzab çəkirəm." Lakin İbrahim dedi: "Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o təsəlli tapır, amma sən əzab çəkirsən. Üstəlik, sizinlə bizim aramızda böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər." Varlı adam dedi: "Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. Çünki 5 qardaşım var, qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu istirab yerinə gəlməsinlər." İbrahim ona dedi: "Onlarda Musanın və peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar." Varlı adamsa dedi: "Xeyr İbrahim ata, əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər." Onda İbrahim ona dedi: "Əgər onlar Musaya və peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə inanmazlar." Bu, Rəbbin kəlamıdır. Amin. Xahiş edirəm, əyləşin. İncildə çox az yerlərdən biridir ki, cəhənnəmin təsviri verilir burada. Və əslində bu məsələ haqqında düşünəndə mən fikirləşirdim ki, kifayət qədər xoşa gəlməyən bir məsələdir. Çünki mənə elə gəlir ki, bir çox insanlar ifşa olunur bu məsəl vasitəsilə. Və cəhənnəm qəfil verilən bir hökm deyil. Sanki insan ölür və qəflətən ona hökm oxunur və o cəhənnəmə düşür. Cəhənnəm məntiqi sonluqdur. Məntiqi sonluqdur. Allahsız həyatın məntiqi nəticəsidir. Və varlı insanın, yəni cəhənnəmə düşən insanın təsvirinə biz baxaq. Bəzən bizim cəhənnəmə kimlər düşəcək, cənnətə kimlər düşəcək və bu fikirlərimizdə yanlışlıq ola bilər. Və varlı insanın, cəhənnəmə düşən insanın təsvirinə baxaq. O qatildirmi? O qatildirmi? Yox, qatil deyil. Oğrudurmu? Yox, oğru deyil. Dinsizdirmi o? Yox,
dinsiz də deyil. Onun nə zinası, nə oğurluğu, nə şər insan olmağı haqqında, nə böhtançı, nə yalan şahidliyi haqqında heç bir şey yazılmıyor. Kimisə öldürmüyor. O sadəcə, o sadəcə, o sadəcə özü üçün yaşayır. Özü üçün yaşayır. Özü üçün yaşayır. Onun həyatının mərkəzi sadəcə özüdür. O cəhənnəmə bu səbəbdən düşür. Özü üçün yaşayır. Mərkəzdə özüdür. Onun geyimi bahalıdır. Kəlam deyir ki, o bahalı geyinir. Dəblidir. Hər gün cahcalal içində məclislər qurur. Və o qəribəsidir ki, biz onun İbrahim Peyğəmbərlə diyaloqundan anlayırıq ki, və o dindardır. Dindardır. Onun həyatının onun həyatının dəhşətli bir hissəsi var. Onun həyatının dəhşətli bir hissəsi var. Qapısının ağzında yatan Lazar onun həyatının dəhşətli bir hissəsidir. Və Lazar haradasa uzaqda deyil. Kəlamı oxuyanda deyir ki, onun qapısının ağzındadır Lazar. Lazar uzaqda deyil, elə bir yerdə deyil ki, onu görməsin, onu eşitməsin. O elə bir yerdədir ki, çox yaxın bir məsafədədir. Varlı adamın günahı varlı olmasında deyil. Bəzən biz bu məsələdən elə bir nəticəyə gəlib çıxa bilərik ki, varlı olmaq günahdır. Xeyr. Burada onun günahı varlı olmasında deyil və bu məsələ əslində heç varlılara qarşı da deyil. Varlı adamın günahı onun kör və kar olmasındadır. Kar olmasındadır. Hardan bilirik ki, o kardır? Hardan bilirik ki, o kardır? Çünki ehtiyacı olanı görmür. Ehtiyacı olanı görmür. Ehtiyacı olanı eşitmir. Və buradan belə məntiqi, lakin çox sarsıdıcı bir nəticəyə gələ bilərik, hansı ki, bizi güclü şəkildə ifşa edəcək. Ehtiyacı olanı eşitməyən Allah'ı eşitmir. Ehtiyacı olanı eşitməyən Allah'ı eşitmir. Bu məsələdən biz bunu görürük. Və bugünkü mövzumuzun adı Cəhənnəm nədən başlayır? Belə adlanır. Cəhənnəm nədən başlayır? Və biz görürük ki, cəhənnəmin qapısını açan laqeydlikdir. Laqeydlikdir. Qardaşım və bacım, həyatına bax. Nə dərəcədə sən eşidənsən, nə dərəcədə sən görənsən və gördükdən sonra, eşitdikdən sonra nə dərəcədə sən laqeydsən, yaxud laqeydsizsən. Hər yerdə, hər şeydə özünü mərkəzə qoyan insan, sən demə, cəza üçün qucağını açmış insandır.
Hər yerdə, hər şeydə özünü mərkəzə qoyan insan. Biz görürük belə hallar ki, insan hər yerdə, hər addımda, hər qərarda yalnız və yalnız özünü mərkəzə qoyur. Öz mənfəətini, öz faydasını. Sən demə bunu etməklə biz əgər mən belə edirəmsə, sən belə edirsənsə, demək biz qucağımızı açırıq cəza üçün. Bu dünyanın öyrətdiyi prinsipə, bu ümumiyyətlə riyaziyyata zidd olan, bu mühazibətə zidd olan bir münasibətdir və Məsih bizə bunu öyrədir. Ki, əgər sən hər addımda, hər qərarda öz faydanı, öz mənfəətini güdürsənsə, mənim səltənətimin prinsipi belə deyil, mənim prinsipim belə deyil. Mənim öyrətdiyim bu deyil, mənim yaşadığım bu olmayıb, həvarilərin yaşadığı bu olmayıb. İlk kilsə belə yaşamayıb. Və necə olur ki, zaman keçdikdən sonra indi biz belə yaşayaq? İkinci diqqət yetirməli olduğumuz məqam, biz görürük ki, İbrahimin dilindən bir söz çıxır. O varlı insan üçün böyük uçurum ifadəsi, böyük uçurum. Və səthi düşündükdə bu parçanı oxuduqdan sonra biz düşünə bilərik ki, insan öldü və uçurum yarandı. İnsan öldü və Allahla onun arasında uçurum oldu. Yox, belə deyil. Bu səhv anlayışdır. İnsan ilə Allah arasında uçurum ölümdən sonra yaranmır. Ölümdən sonra yaranmır. Biz burada yaşadığımız zaman yaranır. İndi yaranır. Dünən yaranır və sabah yaranacaq. Və bugünündən asılıdır, sabahından asılıdır, qərarından və hətta əməlindən də deyil, vəziyyətindən asılıdır, durumundan asılıdır. Əgər biz bu mesajın içinə girsək, Rəbb nəticəni deyil, Rəbb mövqeyini, Rəbb vəziyyətini dəyişmək istəyir. Sənin və mənim prinsiplərimizi dəyişmək istəyir. Və nəticədən daha çox sənin necə düşünməyin, hansı vəziyyətdə olmağın Rəbb üçün maraqlıdır. Sadəcə ölümdən əvvəl bu uçurum insan üçün görünmür. Ölümdən sonra üzə çıxır. Hər bir insan həyatı boyunca nə isə tikir. Baxın, aramızda bir çox insanlar nəsə tikir. Birimiz hasar tikir, birimiz nəsə hin tikir, birimiz ev tikirik, nəsə tikirik, nəsə əkirik, nəsə yaradırıq, təmir edirik evdə filan, nəsə tikirik, nəsə qoyuruq özümüzdən sonra. Və yaxud da ki, elə insanlar var ki, dağıdır. Dağıdır. Biri gətirir, o birisi aparır, biri tikir, o birisi dağıdır. Ya tikir, ya dağıdır. Varlı insan həyatı boyunca insani nöqteyi nəzərlə biz baxsaydıq, bəlkə də saray tikmişdi özünə. Gözəl bir imarət tikmişdi. Əyləncə mərkəzləri tikmişdi. Ancaq Rəbb deyir ki, o bunları tikməklə uçurum tikir. Qəribə bir ifadədir. Ya uçurumu tikmirlər. Ancaq əslində bəzi insanlar nəyisə tikməklə, nəyisə qurmaqla uçurum tikirlər. Uçurum yaradılır. O Allahla bu uçurumu necə yaradır? Biz baxaq görək necə yaradır? Necə yaradır? Bu insan nə etdi ki, bu cür uçurum yaratdı və bu uçurum böyük bir uçurumdur. İbrahim Peyğəmbərin sözlərinə görə Allahla onun uçurumu varlı adamın ehtiyacı adam arasında olan uçurumu idi. İnsanı görməmək, onu yaradanı görməməkdir. İnsan ehtiyacını görməmək, onu yaradanı görməmək, eşitməməkdir. O Lazarla uçurumu yaradır. Və Allahın iradəsinə zidd olan öz iradəsini bəsləyirdi ömrü boyu.
Baxın, bu tələyə biz də kilsədə düşə bilərik. Allahın iradəsinə zidd olan öz iradəmizi bəsləməklə, həqiqətə qarşı öz anlayış və təsəvvürlərini qoymaqla. Biz bilirik ki, Rəbbin müəyyən, açıq mesajları var öz iradəsi ilə bağlı. Biz nə edirik? Bu iradəyə qarşı öz iradəmizi bəsləyirik. Bəsləyirik belə bir şeylər. Bəsləyirik. Misal üçün, o qədər mövzular var ki, biz orada öz iradəmizi bəsləyirik, öz mənliyimizi bəsləyirik, öz qürurumuzu bəsləyirik. Ölüm heç nəyi dəyişmir. Ölüm heç nəyi dəyişmir. Həyat dəyişir. Həyat dəyişir. Və onun üçün də Məsih bu mesajı verir. Ölüm nöqtə qoyur. Bu günümüz əbədiyyatı müəyyən edir. İnsanın təbii vəziyyəti bir dünya bu mesajı qəbul etmir əslində. Dünyanın təsəvvüründə yaxşı insan anlayışı var. Ancaq müqəddəs kitabı oxuyanda biz görürük ki, yoxdur yaxşı insan anlayışı. Allahın təsiri olmadan, Allahın müdaxiləsi olmadan yaxşı insan olmur. Və insanın əslində təbii vəziyyəti onu Allaha qarşı qoyur. Əgər siz təbiətən hiss edirsiniz ki, hansısa Rəbbin qaydasına qarşısınızsa, biz anlamalıyıq ki, bu bizim içimizdəki Rəbbə qarşı olan daxili ayarımızdır. İnsanın təbii vəziyyəti onu Allaha qarşı qoyur. Üçüncü, istərdim biz fikir verək ki, bu varlı insan dindar insan idi. Bu günümüzün kilsəyə gedib gələn insanı idi. Allahdan, kəlamdan xəbərdar bir insan idi. Və əslində əbədi həyata inanan insan idi. Varlı insan əmin idi ki, qardaşlarının problemi, oradakı söhbətindən bəlli olur ki, varlı insan əmin idi ki, qardaşlarının problemi məlumatın azlığındadır. İbrahim Peyğəmbər isə deyir, yox, yox. Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmayıbsa, ölülərdən biri dirilsə də inanmayacaqlar. İnsanın problemi müəyyən bir hadisənin sübutunun olmaması deyil. İnsanın problemi müəyyən bir hadisənin sübutunun olmaması deyil. Biz belə ifadələr eşitirik də, kim gedib cənnətə və oradan gəlib bizə danışıb, kim cəhənnəmə gedib görüb danışıb, Məsihin dirilməsini necə sübut edə bilərsiniz, ölülərdən dirilməni necə sübut edə bilərsiniz? Və əslində insanların problemi bu sübutun olub-olmaması deyil. Əslində insanın problemi həqiqətə qarşı olmasıdır. Hər bir insan anlamalıdır ki, öz təbii vəziyyətinə görə, mən öz təbii vəziyyətimə görə əslində həqiqətə qarşıyam. Baxın, hər bir insana müəyyən bir səlahiyyət verdikdən sonra, o səlahiyyəti o həqiqətə qarşı çevirir. Gec və tez o səlahiyyəti həqiqətə qarşı çevirir. Və bununla da insan təbiəti bəlli olur ki, insan təbii olaraq həqiqətə qarşıdır. İnsan həqiqəti qəbul etmir, ona tabe olmur. İnsan həqiqəti qəbul etmir və ona tabe olmur. Biz çox zaman düşünürük ki, Allah bir əlamət göstərsəydi, mən inanardım. Allah bir əlamət göstərsəydi, mən onu edərdim. Allah bir möcüzə göstərsəydi, bu xüsusiyyətlərimdən əl çəkərdim. Yox, belə deyil. Biz görmüşük belə bir şeylər. Kimsə deyir ki, mənə əlamət göstər, mən inanaram. Müqəddəs kitab isə tamamilə əksini söyləyir. Müqəddəs kitab əksini söyləyir və kəlamın yetərliliyini, məlumatın yetərliliyini, kifayətliyini göstərir. Müqəddəs kitab deyir ki, kəlam kifayətdir. Burada olan hər birimiz üçün, bu dünya üçün, bütün dünya üçün kəlam kifayətdir. Məsələ
Aydınlıqda deyil, məsələ itaətdədir. Nə üçün biz müəyyən bir pis xüsusiyyətlərimizdən əl çəkmirik? Nə üçün müəyyən günahlardan əl çəkmirik? Bu göstərir ki, sadəcə itaət problemi var. Həqiqəti qəbul etmək problemi var. Dördüncü, burada biz məsəlin nüvəsini görürük. Məsəlin mərkəzini görürük. Məsih bu məsəl ilə nə deyir? Bugün sənə nə deyir? Mənə nə deyir? Məsih deyir ki, o varlı insana cavab elə deyir ki, hətta ölü dirilsə də siz inanmayacaqsınız. Hətta ən böyük möcüzə də sizə müəyyən bir zaman təsir edəcək və ondan sonra təsiri ötüşüb keçəcək. Yəni, hətta ölü dirilsə siz inanmayacaqsınız. O bu məsəldə nə üçün deyir? Ölü dirilsə də inanmayacaqsınız. O bu məsələ özü ilə əlaqədar deyir. O çarmıxa çəkilərək, bu məsələ danışdıqdan müəyyən bir vaxtdan sonra çarmıxa çəkilir və öldürülür. O çarmıxa çəkilərək öldürülür və sonra dirilir. Nə baş verir? Nə baş verir? Bunu görənlərin hamısı mı iman edir? Yox. Və xüsusilə də dindar insanlar, dindar ruhanilər orada nə edirlər? Onlar tövbə etmirlər. Şahidləri pul ilə alırlar ki, Məsihin ölülərdən dirilməsi xəbərinin həqiqət olduğunu təhrif etsinlər. Həqiqəti qəbul etmirlər. Məsihin dirilməsini və İsa'nın Məsih olduğunu qəbul etmirlər. Nə üçün? Çünki həqiqət onlar üçün faydalı deyildi. İnsan təbiəti belədir. Əgər bir şey ona faydalı deyilsə, o bunu qəbul etmir. Həqiqət o dindarlar üçün faydalı deyildi. Niyə? Niyə belədir? Niyə dirilmə o insanlara təsir etmədi? Bəzilərinə təsir etdi, bəzilərinə təsir etmədi. Bəziləri Məsihin ardınca getdilər və öz həyatlarını belə bu yolda fəda etdilər. Bəziləri isə ona qarşı çıxdılar. Niyə? Niyə dirilmənin belə bir təsiri oldu? Dirilmə Allaha qulaq asanlar üçündür, Allaha dinləyənlər üçündür, Allaha eşidənlər üçündür. Dirilmə Allaha eşitməyənlər üçün deyil. Onu eşidənlər üçündür. Varlı adamın hər şeyi var idi. Varlı adamın hər şeyi vardı və yüzlərlə Lazara o kömək edə bilərdi. Yüzlərlə Lazarın ehtiyacını ödəyə bilərdi. Dünya sərvətinin tən yarısı, təxmini tən yarısı, dünya əhalisinin 1%-dən birə çoxunun əlindədir. Təsəvvürünüzə gətirirsiniz. Dünya sərvətinin 50%, dünya əhalisinin 1%-dən birə çoxunun əlindədir. Yəni o 1% bütün yer kürəsini saxlaya bilər. Və bu həqiqəti İsa bizim gözümüzə açır bu həqiqəti. İsa bu dünyanın belə kədərli şəklini çəkir. Hər zaman belə olub. Hər zaman belə olub ki, kasıblar, acından ölənlər daha çox olublar. Ancaq var dövlət çox az bir qismin əlində toplanıb və onlar edə bilərlər, lakin etmirlər. Və o 2000 il bundan qabaq da belə olub, indi də belədir və dünya nə qədər ki olacaq, hər zaman da belə olacaq. Kasıblar həmişə düşünürlər ki, o formasiyanı dəyişməklə vəziyyət dəyişiləcək. Quldarlıqdan feodalizm, feodalizmdən kapitalizm, kapitalizmdən sosializm heç biri bu məsələni həll etmədi. Çünki həll edilə də bilməz, çünki fərd dəyişmədən icma dəyişə bilməz. Və bu dəyişməyəcəkdir. İsa bu dünyanın belə bir kədərli şəklini çəkir ki, o 100 Lazarın, 1000 Lazarın ehtiyacını ödəyə bilərdi, lakin ödəmədi. Tarix boyu varlılar ən azından yoxsulları saymayıblar. Tarix boyu zənginlər kasıbları saymayıblar. Ən azından heç hesab ediblər. İsa zənginlərin kasıblara heç vaxt əl tutmayacağını söyləyir.
Zənginlər kasıblara heç vaxt xoşluqla əl tutmayacaqlar. Tarixə könüllü olaraq, tarixdə könüllü olaraq varlı ikən dövlətini dağıdaraq tam paylayan, qapı ağzında yoxsul kimi uzanaraq rədd edilən, təhqir edilib, döyülən, yaralanan tək bir şəxs var. Tək bir şəxs var. Varlı ikən, yoxsul, güclü ikən, zəif oldu. Malik olduğu hər şeyi elə dağıtdı ki, çılpaq qaldı. Və bəşəriyyət onu qəbul etmədi. O, İsa Məsihdir. Bizim cəhənnəmə düşməməyimiz üçün cəhənnəmi dadan Məsih. Bu mesajın belə bir nəticəsi var. Belə bir nəticəsi var. Bu məsəl bizi tövbəyə çağırır. Qardaşlar və bacılar, tövbəyə çağırır. Mən inanmıram ki, burada elə bir insan olsun ki, bu məsəl, bu parça onu tövbəyə çağırmaz. Və hər birinizə Rəbb bu parça vasitəsilə sual verir. Sən kimi eşitmirsən? Bugün sənin və mənim kimisə eşitməyən kar qulağımız var. Hər birimiz. Kimisə eşitməyən kar qulağımız var. Və Rəbb sənə bu parça vasitəsilə deyir, sən kimi eşitmirsən bugün? Sən kimə qarşı karsan, sən kimə qarşı körsən, sən kimə qarşı laqeydsən, yanından keçirsən və onun qayğısını, onun fəryadını, onun ehtiyacını, onun yarasını, onun ağrısını, onun naləsini görmürsən, eşitmirsən. Harada, hansı sahədə Allahın səsini eşitmirsən, əslində o insan vasitəsilə Allah, Rəbb sənə fəryad edir. Sənin Lazarın kimdir? Bu sənin atan ola bilər, anan ola bilər, qardaşın ola bilər, bacın ola bilər, kilsədə kimsə ola bilər, dostun ola bilər, qohumun ola bilər, qonşun ola bilər, yol yoldaşın ola bilər. Sənin Lazarın kimdir? Rəbb bugün sənə söyləyir, mənə söyləyir. Sənin Lazarın kimdir? Cəhənnəm ölümdən sonra başlamır. Cəhənnəm Allaha özüm bildiyim kimi yaşayacağam deyəndə başlayır. Həyatımıza baxaq. Biz Allahın səsini mi eşidib ona itaət edirik, ya Allaha deyirik ki, mən öz istədiyim kimi yaşayacağam, öz istədiyim kimi edəcəm. Xilas ölümlə gəlmir, xilas bugün gəlir. Ürəyinin daş olduğunu etiraf et, tövbə et, əlamət gözləmə. Əlamət gözləmə ki, Rəbb bu sözlərdən başqa sənə başqa bir söz deyəcək, bu sözlərdən başqa sənə başqa bir əlamət verəcək, yuxu verəcək, röya verəcək, vəhiy verəcək. Bu sözlərdən başqa bir söz, təsdiq gözləmə. Gözünün önündə ölmüş və dirilmiş Məsih var. Bu sənin üçün yetərli olmalıdır, həyatının dəyişilməsi üçün. Cəhənnəm Allahın sözünə karlıqla, cənnət də onun sözünə və səsinə diqqətlə başlayır. Diqqətli olaq Rəbbimizin sözlərinə qarşı. Bugün mütiliklə Rəbbin huzuruna gələrək, belə söylə. Danış ya Rəbb. Danış ya Rəbb. Qulun səni eşidir. Qoy bu söz hər birimiz üçün xeyir duaya, lütfə çevrilsin və qoy əslində bu ifşa edici mesajın içində biz Rəbbin sevgisini və xoş müjdəsini görək və bərəkət alaq. Amin. Rəbb, minnətdarıq sənə sözünə görə. Minnətdarıq ki, sənin sözün bizi həyata qaytarır. Sənin sözün bizi dəyişir.
baxış bucaqlarını dəyişir. Xeyir dua ver ya Rəbb bizə. Xeyir dua ver bizə ki, biz özümüzü ucaltmayaq. Biz özümüzü sənin ayaqlarının altında tapaq. Ki biz sənə deyək ki, danış bizimlə. Xeyir dua ver bizə. Qoru bizi. Qoru bizi öz maraqlarımızı, öz mənfəətimizi, özümüzü ümumiyyətlə mərkəzə qoymaqdan. Qoy biz mərkəzə səni və sənin iradəni qoyaq, sənin izzətini qoyaq və bizi karlıqdan, körlükdən qurtar və biz hər gün sübh tezdən sənin huzuruna gələk və deyək, danış ya Rəbb, danış, mənə sənin dediklərin, mənə sənin iradən həyat verir. Mən sənin qulunam, mən sənə itaət edəcəm. Ata, oğul, müqəddəs ruh adı ilə. Amin.